Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Ümumi Azerbaycanımızı, bütün gurbette yaşayan kardeşler salamlayıram. Bugün 15 May 2026 yıl Bərdə mal bazarına çəkiliş edirik. İlk elə bir kardeşin danaları oldu çəkməyə, bordağa gedən danalar. Kardeşin nömrəsi, gözəl kardeşler, 0064'tür axırı. Yəni deyirsiniz, əgər istəsəniz, yəni daimi də malı olan adamdır da yəni. Qardaş özü Ağzəbədidəndir. Gözəl qardaş, bunların qiyməti neçədir belə üst-üstə, yoxsa tək-tək satırsınız? 1900 ilə. Ne güzel. 2, 4, 10, 12 danadır, 13 tane. Daim olur da malınız. 0064'den nömrəyin axırı. Hayırlı pazar olsun. Böyle. Şarollar. Alım orası alma. Şarollar. Ay maşallah. Gözəl ki, bunların qiyməti neçəyəndir? 3100 ilə. Və bunlar neçəyəndir? Ne sabah heyvandır? Ha 30? 30. Baş heyvan. 31 mi? Angus da var içinde, Angus da var. ...31, 3100 mu? Her tarafı çektim ki bakın. Neçəyinədir bunların qiyməti? 24.70 2470 manat.
Salam aleyküm. Pazar olsun. Neçəylə də qiymətlər? 2350 ilə. Dənə neçə ilə verərsən? Dənə. De bax, məsəl üçün, de bunu. Bu 26 yarım, bu 26 yarıma. 24 yarıma belə. Hər qiymətə var da. 25 yarıma. Çom üstüsə daha yaxşıdır. Çok başka şey de çok. Xeyirli uğurlu olsun. Müəllim, bu malların qiyməti nədir üst-üstə? Son kardeş 24 yarım. 2450 ilə. Allah xeyirli bazar versin. Salam aleyküm. Ne var ne yok? Neçədir bunların qiyməti? Üst-üstə? Abi kreditle var mı kaka kreditle? Niye yoktu ki? Gördüğünüz gibi videomuzu Usta bu neçədir? burada yekunlaştıracağız. 24 yarım var. Deməli değerli izləyicilərimiz, bax belə qardaşım bir düyəsi var. Deyəsən elə bijəyinə də doğubdu bu heyvan. Balası nədir bunun? Erkek. Erkek. Sütü nə qədərdir? 4 litre. Da birinci karnı olan heyvan. 3-4 litr. Yem verirsən, Yok hiç şöyle motonadı. göyə çıxır. Yəqin ki yem versən bir 5-6 litr verər. 3 məmədən verir də o sütü. Qiyməti nədir? Kıymeti 2700. 2700. Haram alıdır bu. Yevla. Mal binesi. Lan bütün Yevlaqdakı izləyicilərimizə salamlayırıq. Allah hər birini canı. O da sizindi. Üçü de. Hamısı üçün. O da. Hamısı birinci karı. Hamısı birinci qarın. Balası erkəkdir ha? Dişi balı. Hardan keçsən? Nene de burayla git. Bunun sütü nə qədərdir? Bunun çoktur. Nə qədərdir? 5 verir. 5 litr. Qiyməti nədir? Bu da 2800. 2800 manat. Və bu neçəndir? Bu da birinci. O da birinci karındı. Aha. Onun da sütü 6 litre. Balası nədir onun? O dişi de olmalı. Dişidir. Qiyməti nədir? 2700. 2700 manat. Hele ama pul verir. Salam salam. Dişidir mi balası? Neçənci qaldı bu inəyin? 4. balası. 4. Sütü nədir be? 11'lik. 3 məmədən. Göyə çıxır heyvan. Ha çölə gedir. Haram alıdır. Buradan bütün Azərbaycan'dakı izləyicilərimizin hər birini salamlayırıq. Qiymət 30 lira güzel şey. 3100 manat.
Ne güzel. Kardeşim bak böyle bir ineği var. Gördüğünüz gibi. Balası çıkıyor ha bunu. Neçənci kandı bu? 4. Sütü nedir? 9. Kıymet. 2900'da. Güzeldir. Balası da şarol balası var. Qəşəng. Allah xeyir versin. Salam aleyküm. Qaqamın belə bir ineği var. Balası dişi. Neçənci qarın? 5'in. Sütü nədir? 10 litr. Qiyməti? 2700 manat. Allah hayırlı bazar versin. Kardeşim bak böyle bir ineği var. Simentalda balası var erkek. Bu neçənci qarındır? 6. Balası nə qədərlikdir bunun? Ay yarım. Ay yarım. Balasını da tərəfə çəkəcəm. Sütü nədir bunun qardaş? 3 məmədən 14. Göyə çıxır bu? Bir həftədir. Bir həftədir. Yem verirsən? Yox, göylə ancaq. Görən yem verirsən nə qədər sütü? Çox verər, artıq verər. Gözəl balası var, gözəl. Qiyməti nədir? Qiyməti 43. 4300-ə. Haram aldı batan. Ağzəbədi. Ağzəbədi, nə gözəl. Allah xeyirli bazar versin. Ağsaqqalın bax belə bir ineği var. Balası da körpə balası. Neçə günlükdür? Körpədir, kədə də olur. Simental balası var. Neçə günlükdür balası bunun? Erkəkdir dişi? Şiri bir həftədə olur. Bir həftədir. Süddü bulama? Süt böyle. Nə qədər südü var? Bir de 6 litre. Her akşam olmasa da 6 litre. 6 litr. 3 məmədən. Bəli, 3 nömrədən 6 litre. Heyvan göyə çıxır. Göğe bırak hemen, göğe çıkır. Yem verirsən? Yem yok, yem yok. Yem vermirsən. Qiyməti nədir bə? Kıymeti 26 diyelim, yanı 25 yollar. 2600'ə deyirsiniz. Hiçbir problemi çiçekte yok. Haram aldı. Yıvrak baltı, yıvrak. Nə gözəl, nə gözəl. Xeyirli olsun. Sağ olun. Kardeşim bak böyle bir neyi var. Onun balası neçə günlükdür? 5-6 günlük. Sütü bulama. Süt. 3 məmədən 12. Göyə çıxır. Ha? Yem verirsən? Qiyməti nədir? 3600. Balası dişidir ha? Akşam səhər 12 litr süt verir. Allah xeyirli bazar versin. Kardeşim maşallah olsun. Bak böyle bir ineği var. Balası dişidir bunu. Dişidir balası. Erkek. Neçə günlükdür balası? 10. Nə qədər sütü var bunun? 20 litre. 3 məmədən? 4'ündən. Göyə çıxır bu heyvan? Yox, burada. Yem verirsən də yəqin ki. Qiyməti nədir? 45'e. 4500. Gözəl, gözəl. İzləyicilər deyir ki, videonu uzun çək. Allah xeyir versin. Baxın. Amma deyirəm, bunu 35'e versin bizə də. Allah xeyir versin. Kardeşim bak böyle bir ineği var. Gördüğünüz kimi. Şöyle memelerle yiyeceğim. Sortta balası var. Neçə günlükdür bunun balası? Bir həftəlik. Bir hafta.
Bir həftəlik. Neçənci qarındasan? 4. Südü nədir? 11. 3 mamadan 11. Və qiyməti nədir? 3600. Xeyirli olsun. Kardeşim bak böyle bir neyi var. Erkekli bunun balası. Dişi. Damazlık. Neçənci qarındır bu heyvan? 3. Südü nədir bunun? 4'ündən 20 litr. Yem verirsən də yəqin ki. Qiyməti nədir be? 6500 manat. Hara maldır batam? Cəhilli. Nə gözəl. 6500 də amma heyvan şəkildir da. Bildiğiniz bir şəkil. Allah müşterisini yetsin. Balası neçə günlük dedin? Balası 15. hazır 15. Allah xeyirli bərəkət eləsin. 12-36. Bax bu heyvanın 65'e. sahibinin nömrəsi. Orada qeyd edəcəm. Kişinin malı-maldır. Yəni bilirsən ki nədir? 20 litr südü oldu da. Kim olsaqsa şərtlə alacaq da bunu. Allah xeyir versin. Kardeşim bak böyle bir neyi var. Narahat olma. Bu ne sen çıkarın Duray? 3. Balası erkek. Sütü nerede be? Üçünden, dördünden. Balası neçə günlüktü? Balası ayın buluştu. Ha? Bir ayına kadar. Bir ayına giderdik. 3-4 günlükte bir ay. Kıymeti nedir be? 4 yarıma. Hakiki heyvan güzel heyvandır. Öyle bakımda bilinir. Deməli değerli izleyicilerimiz, videolarımıza like verin. İnşallah Abi şey var bunun içinde. boştu, boştu. 46 diyelim, ozum 37 yapmış adamlar. Deməli balası nədir onun? Dişili. Dişi. Neçə günlükdür balası? Balası oradası 15 günlükti, Südü nədir? 12 litre süt verir. 12 litr. Yem verirsən, vermirsən? 3-4 şundan. O boğular. Ha. Erkekli balası, dişi, damazlıq. Qiyməti nə idi? 46 diyelim, bir yalan olsa satarım. Düzəliş, razılaşma yeri var. Var, bir maldı, hepsi de maldı. Bak, sen emceğine bak. Arasın baksın bak. Bir tane nöksan olabilir. Hiçbir tane nöksan olabilir. Demək. Demək değerli izleyicilerimiz. Videomuzu elə burada da yekunlaşdırırıq yavaş yavaş. YouTube kanallarımıza abone olup like vermeyi de unutmayın. Videomuzu burada da yekunlaşdırdıq. Allah alana da satana da xeyir versin. Salam değerli izleyiciler, her birinizin her vaxtınız xeyir, her birinizi xoş gördük. Bax belə simentallarımız, düyələr, hamısı boğaz birinci qarnı. Gördüğünüz kimi, buyurun baxın, hamısı birinci qarnı düyələrimiz. 30 dənə alana, yəni 40%'ın dövlət ödəmək yoluyla. 30 baştan aşağı yani satış yoktu. Sigortası, zalı, her şey var. Qaqa o yatanları durğuzardın dana bir dana. Bak güzel insanlar. Hamısı birinci qarna düyələr. Buyurun bakın.
Aydın müəllimin nömrəsi 055 265 32 85. Birbaşa zəng eləyin, danışın. Buyurun baxın. Otuz baş alana yani verilir. Yani 1-1-2-2 satılmır. 30 dana. Bax belə 30 baş alırsan 40% dövlət ödəyir. Qalanlılar sizdə. Ən aşağı 30 baş alınmalıdır. Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük, hər birinizin hər vaxtınız xeyir. Biz bu günləri Sumqayıtda Aydın müəllimin fermasında. Bax belə danalar var. Hardasa 300-dən 350-yə qədər. Qiyməti razılaşma yolu ilə. Gördüyünüz kimi bax burada gördüğünüz kimi hamısı yatışır. Eşek burada. Yani bir 3 ay bak, sat. Buyurun bakın. Ha, güzel. Bak böyle bordağa giden danalar. 100 baş. 100 yok. 100 baş danalardı. Zəh vurun birbaşa Aydın müəllimlə sizləri cəlaşdırın. Salam dəyərli izləyicilər, hər birinizin hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Biz bu günləri Ağdamda Uçoğlan Səfərli kəndində bax belə bir fermamız satışa çıxdı. Gözəl qardaşlar, gözəl insanlar. Hal-hazırda 1 hektarın içindədir, zaborun içindədir ferma. 055 222 25-52'dir nömrədə. Bir hektarın içindədir. Fermanın içində çəkəcəyik. Yəni tam ətraflı. 10 hektarda mən bilən torpağı var. Dəqiq məlumatları verəcəyik. Bir daha deyirəm 055 222 25-52 ilə əlaqə saxlayarsınız qardaşlar. Tam ətraflı məlumatlarını verəcəyik. Düz asfaltın qırağındadır. Gözəl bir yerdədir. Qiyməti də 260.000 manat deyilir. 260.000 manat. Yəni özünüz öz aranızda razılaşarsınız. Deməli dəyərli izləyicilərimiz, gördüyünüz kimi bax zaborun içindədir. Yəqin ki bura çobanın evidir yoxsa bura nədir? Bəli. Çobanın evi. Bu birisi de hamam tuvalet olar da. Hamam tuvalet o bir tərəfdədir. Pəyələr də ki, deməli 2 dənə qəşəng pəyəsi, 3 dənə qəşəng pəyə var içində. Bir o, bir də bu. Çəkəcəyik baxın ətraflı. Düz gözəldə bir yerdə. Sen bilərsən bunun nə qədər torpağı var bu fermanın özünə ait? 10 hektar dedim müəllim mən. 10 hektar torpağı var. Qanuni sənəti qufçusu var. Müəllimlə ətraflı danışıq, müəllim özüsə orada nömrə deyilir. Yəqin ki o kamera sistemidir, hə? İşləyər kameralar. İşləyir. O ambarda ora. Ambarda ora.
ambarıdır. Ambardır. Burada tövlənin biridir. Və bura yəqin ki müdiriyyətin evi olar. Müdiriyyətin evi buradır. Yəni kim istəsə qardaş, yəni qala da bilər, yəni çobana da verə bilər, qəşəng, gözəl şərait var. Buranın suyu zalı necə? Var? Suyu var, gözəl. Bax, belə kuru qavoy hasarın içindədir. Buyurub baxa bilərsiniz. Bax, belə kalotları da var, gözəl. Gördüyünüz kimi. Hazır. Aç için çəkək birini. Qoy baxsınlar. Mal üçündür, qoyun üçündür bu. Doğru için. Qoyun üçün. Ya çekim ya. Kardeş, birbaşa müəllimin özü ilə 055 222 25 52 ilə əlaqə saxlayın. Qiyməti də 260 min manat deyilir. Diyem oğlum. Hakim Okçun atın. Bax, qoyun üçündür. Bura qoyun üçündür, gözəl qardaşlar. Kim nə istəsə eləyə bilər də yan alandan sonra. Burada nə var ki? Qanun sənəti qufçusu. İşığı, Hakim. suyu. Burada qaz sistemi nətər? Qaz var. Qaz gəlir bura yerə. Qazı yoxdur. Amma keçər də yəni xət. Kim istəsə çəkdirə bilər də qardaş. Ödül. Ha. Hakim. Okçun. Bax, navesidir. Gördüyünüz kimi. Hal-hazırda bax, çardağı yana aparıb o başa qədər çatdıra bilərsiniz. Dəmirləri var. Yəni bastırıblar. Navesi. Bu da heyvan yükləməkdən ötəli. Maşın arxasını verir bura. Buradan elə bir şey deyirlər. Yürürlər maşına. Hakim. Orada ambarzal olar. Açdın oranı. Deməli, gözəl izləyicilərimiz, bura 250 başlıq tövlədir. Çənidəki, içərdə. Bütün Wi-Fi'dir, kameradır, hamısı sistemlər var. Suyu var, ışığı var, qazdakı yan bölünə çəkdirə bilərsiniz. Yəni problem deyil. Kalotdakı gözəl, yəni ürəyiniz istəyər. 250 baş bu tövləlikdir. Bax bu mal üçün. Yeri də ki geniş, kanalizasiya sistemi də ki var. O başdan da qapı var, bu başdan da. İndi hamısını çəkəcəyik, baxın. Buradakı yem ambarıdır, bu tövlənin. O tövlədə də ki 300 başlıq qoyundur. Bax o biri tövlənin ki. Wi-Fi'dir. Su ilə gedir, ha, kanalizasiya sistemi var. Var, hamısı var. Quyusu var, hamısı var. Yəni suvarma sistemi var. Gözəl. Haranı? Çəkdim oranı. Çəkdim oranı. Bağı da çəkilib baxın hamısına. Gördüyünüz kimi bağı da var. Bax, gözəl qardaşlar. Bax bu bağ buranındır. Bax bu fermanındır. Düz o durbalara qədər, hə? Bax, hasara alınıb durba ilə. Yəni bunlar ağaçlardan hamısı buranındır. Gözəl, gözəl. Hamamı da var. Ondan sonra hər cürə şəraiti var. Hər cürə.
Bu ev neçə otaqdır? Ha? Neçə otaq olduğu bilinmir. Kardeş bura yani müdüriyet burada yani kalır bak burada. Oradaki çobanın evidir gelecekte. Buradaki 300 baş koyun üçündür. Hamam orada ha? Hamam İçindədir. Gözəl. Hər cürə şəraiti var. İndi torpağını da gəlib çəkəcəyik. Darvazası gözəl bir düz magistral yolun qırağındadır. Getdik. Bu da su sistemidir. Deməli bax o bu tövlə. Qoyuna baxan üçündür. Qoyun heyvanına. Bu tövlə. O tövlədə olan o evdə hər elə bir qoyuna baxan ev ayrıdır, çobanın mala baxan elə bir ayrı tikdirib müəllim. Hamısı var, gözəl qardaşlar. Yəni yerləşdirəcəyik saytda. Wi-Fi-nə qədər, kamera sisteminə qədər hamısı var. Hər bir şey var. Yəni gözəl də bir yerdə. Deməli dəyərli izləyicilərimiz, gəldik bax torpağın üstünə. Ferma ilə bax o fermalı. Burada torpaq yerin üstündə 10 hektar torpağı var. Göstərdim deyə bir yonca alıb. Yoncalı, indi aşağıda göstərəcəm hamısını. 10 hektar torpaqdır. Bax bu tap yer, bax o yoncalı, bura tap yerdir. Bax bura bütöv, düz o dəriyə qədər müəllimin yeridir. 10 hektar yerdir qardaş. Özü ilə əlaqə saxlayın 055 222 25 52. Biz ferma bax oradadır, bu da yoldur. Ferma ilə buranın arası 200 metrdir. Bax bu yer. Videomuzu elə burada da yekunlaşdırdıq. Salam dəyərli izləyicilər, hər birinizin hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Bugün 18 aprel 2026-cı il. Bərdər rayonu Mustafa kəndində belə bir fermamız çıxdı satışa. Gördüğünüz kimi 120 hektar torpaq içində. Bütün hər bir avadanlığı da var, hər şey var. Bax ot çardağıdır, hamısını çəkib su da başının üstündə. Dəyərli izləyicilərimiz, gözəl qardaşlar. Müəllimin əlaqə nömrəsini orada qeyd edəcəyik. Elə ilk bəri başdan müəllimin nömrəsini deyirik. Qeyd edin. Yəni videonun sonunda yox. Videonun sonuna baxanda qardaşlar bəziləri orada bilmir. Deməli, müəllimin əlaqə nömrəsi 050 978 31 51 nömrə ilə əlaqə saxlayırsınız. Fermalarda hamısını göstərəcəyik. Ora ambardır, hava açıq olan yer. Ambarıdır, bax o açıq olan yer. Tövlələr də bax buradadır. Çəninə qədər hər şey var. Çəni də çəkəcəyik. Bütün gözəl şəraitlə. Buyurub baxa bilərsiniz. Qiymət barədə müəllimin özü ilə danışarsınız. Qiyməti burada deyilməyəcək. Ona görə işləyilməyəcək. Yəni müəllim bunu riyal satır birbaşa. Deməli gözəl qardaşlar. İşığı zaten hamısı var gördüğünüz gibi. Bu neçədir bilmirsən? Neçə heyvan bağlanır bura? Bir dənə yəni 2 addelə 96 baş. Tüy. 96 baş mallıqdır. Yəqin ki suyu elə kalotla verirsiniz da. Yemi suyu kalotla orta ilə yəqin ki araba işləyir. Aha.
Gözəl, işığı var. Su içməli suyuz az nətər? Aha. Gözəl. Qoyun dobrisiləri də göstərəcəyik. Hamısına baxın. Yerdəki betondur, dəyərli izləyicilərimiz. Necə? Kafel. Gördüyünüz kimi. Hamısını çəkib göstərəcəyik. Deməli, sırf bax bu çardaqlar mal üçündür. Yəni kim istəsə qoyun da eləyə bilər də. Yəni o baxır ki, sizin öz fikrinizə. Hal-hazırda hamısı mal üçündür. Torpaqdakı 120 hektar torpaqdır. Gözəl qardaşlar. Çəkəcəm baxasınız. Bu da yəqin ki, qalmağa yaşayış. Neçə otaqdır bu ev? 4 otaq. Hamısı sizə məxsusdur da, elə mi? 4 otaqdır, hamam, tualet, addenlidir, bir dənə əlavə kuxunası var. Kuxunusu da var, hamam. Qəşəng şəraitdir. Yəqin ki, bunun üstünə ot yığırsınız, hə? Üstə çardaq. Üstü də çardaq. Nə qədər ot gedir bunun üstünə? Gedər də yəni 2000, 3000. təxmin edirəm. Qoşa kubiklə tikilir. Ferma. Gözəl. Bu da yəni su çanıdır. Su çanıdakı neçə tonluqdur bu çan? Onlar da 5 ton. 5 tondan da çox olar, hə. Daimi su var da. Arka motor vursan pastanı su gəlir. Nə gözəl. Bu da ambardır. Hansı? Ambarı da qoy çəkək də. Yox, içəri bağlıdır, yəni içində yeməkdən, çöldən. İçəri ambardır. Səri ambarıdır. Nə Bu da gözəl. ambardır, skilafıdır, yəni yem skilafıdır. Bu da yem skılatıdır. İçərdən də qapısı var. Buradan baxmaq olur bura. İçərdən də oradan çıxış orada qapı. Bir de oradan da çıxışı var, dəyərli izləyicilərimiz. Gördüyünüz kimi. Bütün hamısı gözəl. Ambardır. Bildiyiniz ambar. Deməli, bax bu da ikinci tövləmizdir. Gözəldir, hər cür şəraiti var. Yəni, buzoy saxlamaq üçün qəşəng addelləri var. Gözəl. İşığı var. Yəqin ki, qaz olmaz. Yox, yox, qaz yox. Odundan istifadə edirsiniz da. Gözəl. O başdan da qapı var, bu başdan da. Yəqin ki, elə burada 96 başlıq olar. Olar. Müəllimin özü ilə orada nömrə deyilib, ətraflı məlumatların hamısını alarsınız. Dəyərli izləyicilərimiz. Kanalizasiya sistemi ilə gedir, yoxsa atırsınız? Atırır, yəni su deyir, kanalizasiya. Kanalizasiya ilə gedirsi deyir. Nə gözəl. Orta iləndəki araba işləyir, yem. Sudakı kalotlarla gözəl qardaşlar. Gözəl, bax belə kalotları var. Döydüm ölməz kalotları var. Allah xeyir versin. İnşallah çəkib hamısını göstərəcəyik, baxın. Deməli, dəyərli izləyicilərimiz, bu gördüyünüz yerdə su bunun başının üstündədir. Yəni, əkin içində tam gözəl əlverişli yerdir. Yəni, heç bir problemi yoxdur. Qapıdakı gembol, həyətdir. Çəkib göstərəcəyik. Burada 2 dənə də elə bir balıq gölü var, amma qurudur da. Yəni, balıq da saxlamırlar. Kim istəsə saxlaya bilər. Onu da deyim, biləsiniz. Onu da göstərəcəyik. Bax, 2 otaq, qardaşın qaldığı yerdir. 2 otaq, bəli 2 otaq. Buradakı hamam tualetdir, gördüyünüz kimi. Aydındır. Deməli, dəyərli izləyicilərimiz, bura bax, balıq gölüdür. Yəni, qurudulub. Yəni, kim istəsə, yəni, balıq da saxlaya bilər. Ərazisi də ki, qəşəkdir. Çox geniş yerdir. Hal-hazırda balıq yoxdur. Balıq gölüdür. Buraxın, saxlayın da, gözəl, yəni qamışlıq olan bir yerdədir. Buyurub baxa bilərsiniz. Tam ətraflı bütün məlumatların hamısını müəllimin özündən birbaşa alarsınız. Bax, bu yem ambarıdır. Bütöydür, yoxsa bu ara kəsmə? Neçə ton buna yem yığmaq olur? Nazda 150 ton.
200 ton. Geniş ambardır. Qabağında qışı asfalt. Gözəl. Yəni 200 ton pon. Bütün tədarükünü gör. Qışda əziyyət çəkmədən. Torpaqla göstərəcək bir müəyyən yerlərini. Baxın. Deməli, gözəl insanlar, gözəl qardaşlar. Dediyim kimi, su başının üstündədir, suyu da göstərəcəm. 120 hektar torpaqdır. Əkin üstündə var, belə, yəni oturaq sahəsi də var. Müəllimin özü ilə, yəni 120 hektar torpağın ərazisi var, torpağı var. Birbaşa danışırsınız, çardağıdır, fermalarıdır, navesidir, hər şeydə, yəni ambarıdır, yəni qalmaq üçün evidir, hər şeyi var. Yəqin ki, kamera sistemi yoxdur. Var. Kamera sistemi də var. Nə gözəl. Suyu da çəkək. Bu suyu istifadə edirsiniz? Bəli, ölçü olmuş. Aha. Sahəni də bax bu suyla sulayırlar. Bax bildiyiniz sahəyə bax bu suyla sulanır. Sudakı daimi var. Gözəl, yəni bütün ərazi hər tərəf bağlıdır. Müəllimin özü ilə danışın qardaş. Orada əlaqə nömrəsi var. Tam da gözəl. Yəqin ki, bu su Qarabağ kanalından gəlir. Qarabağ kanalından gəlir, gördüyünüz suda. İnşallah müəllimin özü ilə birbaşa əlaqə saxlayın. Əlaqə nömrəsi orada var. Bu gördüyünüz yerlər hamısı müəllimə aiddir. Yəni bax bu gördüyünüz ərazi hamısı 120 hektar yerdir. Müəllimin özü ilə danışın, müəllim sizə tam ətraflı məlumatlarını verəcək.